Xoş gördük dəyərli müəllimlər. Yenidən salamlayıram hər birinizi. MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün dəstək 5 videosundan qarşınızdayıq. Dəstək 1, 2, 3 və 4 kanalda yerləşdirilib. Baxmayan müəllimlər mütləq həmin izahları izləsinlər. Bu tipli dəstək videolarımızda sizə şablon və standart olmayan, amma proqrama aid olan, imtahanda da düşən 3-4 sual tipi olur. Həmin suallara diqqət çəkməkdir. Bildiyimizi onsuz da bilirik. Məsələn, istər mərtəbə siniflə bağlı olsun, istər qalıqlı bölmə ilə bağlı olsun. İmtahan qabağı yeni suallara yanaşmaq. Məsələn, 2023-də düşən sürət məsələsi var idi. İmtahandan qabaq məsələn o məsələni heç kim işləməzdi. Deyərdi ki, bəs bu sual düşmür. Eləcə də bu il 2024-də, bu il deyəndə 2024 deyir, axırıncı MİQ. 2024-də isə düşmüşdü məsələn fəza fiqurundan kəsib çıxarmaq. Ondan qabaq o sual kiməsə təqdim olunsa, müəllim bu düşmür. 2025-dədir, amma hamısı elə deyil təbii ki. Bax, imtahana bu məntiqlə yanaşmaq lazımdır. Hər imtahanda yeni bir sual tipi bizi qarşılaya bilər. Amma təbii ki, proqram daxilində. Ona görə fərqli suallarla da işləmək lazımdır ki, beynimiz o tipli suallara öyrəşsin. Baxaq, birinci suala baxırıq. Birinci sualda nə var? Deyə bilərik ki, bu sualda 2-3 mövzunun birləşməsi var. Faiz mövzusu var. Dairəvi diaqram, sütun qrafiklər, onsuz da diaqramlar, qrafiklər müəllimlərin yaralı yeridir. Və faiz də yeni artırılıb və biz də bununla faizin bir yerdə sintezini sizə təqdim edirik. Keçək sualımızın izahına. Aşağıda A, B və C model avtomobillərin bir il ərzində satış payları dairəvi diaqramda, bu avtomobilləri alan şəxslərin məmnunluq faizləri isə sütun qrafikində göstərilmişdir. Burada qeyd olunub. Yəni, razı qalma deyək də. A və B avtomobilləri alan şəxslərin öz avtomobilindən razı qalanların sayı uyğun olaraq 180 və 120 nəfər olduğuna görə C model avtomobil alanların razı qalanların sayı neçə nəfərdir? Şərt də biraz qarışıq gələ bilər. Baxaq, əvvəlcə dəqiq nəyi bilirik? A avtomobilini alanların razı qalanların 180 nəfər olduğunu. Demək, A avtomobilinə razı qalanlar 180 nəfərdir. Sütun qrafikində isə biz görürük ki, A modelindən alanların məmnunluq faizi 60%-dir. İndi müəyyənləşdirəcəyik ki, görək A modelini ümumilikdə neçə nəfər alıb. A modelini ümumilikdə neçə nəfər alıb ki, bunların 60%-i 180 edir. Demək, 60%-i 180 olan ədəd. Bu cümləni bir də analiz edək. Müəllim, niyə 60%-i 180 olan ədəd? Bu birinci, yəni dairəvi diaqramda ümumi sayılar var. Amma biz burada A-nın, B-nin sayını bilmirik. Demək, A-nı tapmalıyıq ki, A avtomobilini alan neçə nəfər var? Və bu neçə nəfər olub ki, bunların 60%-i 180 edir. 60% və 180 şərtdə verilib. Faizinə görə ədəd tapmaq üçün həmin ədədi 180-i 100-ə vurub, faiz göstərən ədədə bölmək lazımdır. 60, 183. Bu elədi 300. Demək, yazırıq ki, A avtomobilini alan 300 nəfərdir. Artıq yazmıram bunları. Mən dedikcə siz qeydlərinizi götürə bilərsiniz. Keçirik B avtomobilinə. B avtomobilindən razı qalanların, yəni məmnun olanların sayı 120-dir. Bəs B-nin faizi nə qədərdir? 50%. Onda ümumilikdə bir avtomobilini, yəni razı qalanlar da var, razı qalmayanlar da var da, məsələ budur. Onda ümumilikdə bir avtomobilini alanlar nə qədər olub ki, onların 50%-i 120 edir. Təbii ki, bu 240 eləyəcək, 50% arası deməkdir. Başqa cür bunu belə də deyə bilərik. Məsələn, A avtomobilini alanların sayı X-dirsə, X-in 60%-i 180 eləyir, eyni şeydir. 50%-i 120, bu 120 vurulsun 100, bölünsün 50, 240. Demək, B avtomobilini alanların ümumilikdə sayı 240-dır. İndi burada A avtomobil və B avtomobillərinin sayını biz bildik. Burada ümumi də 360 dərəcə olduğunu bilirik dairəvi diaqramda. C avtomobilinə 120 dərəcə veribsə, 360-dan 120 dərəcəni çıxıram, nə qədər qalır? 360-dan 120 dərəcəni çıxanda qalır 240 dərəcə. Demək, A və B avtomobillərini alanların ümumi sayı dərəcə olaraq 240-dır. Bəs ümumi sayı nə qədərdir? 300-dən 240-ı toplayanda 540. Deyə bilərik ki, 540 nəfər 240 dərəcəyə uyğundursa, neçə nəfər X nəfər 120 dərəcəyə uyğundur? Bu X nəfər dediyimiz
C avtomobilinin C modelini alanlardır. İndi 240-dan 120-yə düşmüşük, bölmüşük 2-yə. Tənasübün həll qaydasıdır, çarpaz formada da həll edə bilərik. Bu bir tərəfi də 2-yə böləcəyik. 540-ı 2-yə böləndə elədi nə qədər? 270. Demək C avtomobilini alanlar, yəni C model deyək də, C model avtomobilləri alanların sayı 270-dir. Amma bizdən C model avtomobil alanları soruşmur. C model avtomobil alanların razı qalanların sayını soruşur. C model avtomobil alanların razı qalanların faizi də burada 40% göstərilib. Demək 270-in 40% bölünsün 100, sıfırlar gedir. 27-ni də 4-ə vuranda elədi 108. Doğru cavab B variantı. Yaxşı müəllimlər, keçək növbəti maraqlı bir sual. Sürət məsələsidir. Amma şəkili görəndə nə qədər adam bu sualdan qıraq qaçar. Amma qeyri-adi bir şey yoxdur. Şəkildəki arabanı səbuhi tək başına 40 metr bölünsün dəqiqə sürətlə çəkə bilir, yəni darta bilir. Anar isə tək başına 10 metr bölünsün dəqiqə sürətlə itələyə bilir. Arabanı 1 kilometr uzaqlıqdakı ambara, tutaq ki, burada ambardır. Ambara apararkən yolun bir hissəsində səbuhi arabanı tək başına çəkmiş, qalan hissəsini isə səbuhi çəkmiş, anar itələmişdir. Bunu vizual olaraq, yəni real həyatla yəqin ki, əlaqələndirə bildiniz nə deməkdir? Kimsə nə isə bir yük deyək də, məsələn, tutaq ki, evdə soyuducunu kimsə dartır. Soyuducunu tutaq ki, alt hissəsinə belə bir dircəkli nəsə qoymuşuq, əşya qoymuşuq, soyuducu onun üzərində dartır. Kimsə qabaqdan dartır, kimsə bunun arxa hissəsini itələyir. Bax, bunu başa düşdünüz. İndi, əvvəlcə burada bu 1 kilometri metrə çevirəcəyik müəllimlər. Demək, biz bu 1000 metr məsafədən danışacağıq. Səbuhi, indi bu yükü, bir hissəsini səbuhi tək başına çəkir, sonra anarla işləyir. Mən bilmirəm, bu yolun hansı hissəsində səbuhi tək çəkib, hansı hissəsində səbuhi tək çəkib, anar da itəlib, yəni bir yerdə çəkiblər, bir yerdə aparıblar arabanı. Bunun üçün tənlik qurmağı uyğun bilirik və demək, səbuhinin tək çəkdiyi hissəyə biz x deyəcəyik. Tutaq ki, yolun müəyyən bir hissəsini səbuhi tək çəkib x. 1000 çıxılsın x hissəsini isə anarla bir yerdə dartıb. Bir də təkrar edirəm. 1000 metr yolun x metrlik hissəsini səbuhi tək başına çəkib. 1000 çıxılsın x metr hissəsini isə səbuhi çəkib, anar itəliyib. Bunu aydın bildik. İndi gəlin sürətlərini bil, baxaq. Və zamanlarımız da bizə ümumi 22 dəqiqə verilib. Yolun x hissəsində səbuhi tək başına çəkibsə, səbuhinin sürəti nə qədərdir? 40 metr bölünsün dəqiqə. X nədir bizdə? S. O zaman x bölünsün 40 yazacağım. Bu nə oldu? Məsafənin sürətə bölünməsi. Məsafənin sürətə bölünməsi zaman demək. Yaxşı. Keçirik indi bir yerdə. Bir yerdə 1000 çıxılsın x metr hissədən söhbət gedir. Burada fərqi yoxdur. Buranı minus x götürüb, buranı x götürə bilərsiniz. 1000 çıxılsın x hissəsində isə səbuhinin sürəti nə qədər idi? Səbuhinin sürəti 40-dır, bunun sürəti 10-dur. Bunlar ikisi bir yerdə gedəndə yük onda 50 metr bölünsün dəqiq sürətlə gedəcəkdə. Biri var tək biri çəkə, tək biri tələyə. Bir də var biri çəkə, biri tələyə. Onda yük bunların sürətlərinin cəmi qədər irəliləyəcək. Onda 1000 metr minus, bura 1000 metr minus x hissəni isə ikisi bir yerdə, yəni 50 metr bölünsün dəqiqə sürətlə. Bəs bu nədir? Bu da zamandır. Bu səbuhinin tək başına zamanıdır. Bu səbuhinin anlarla bir yerdə olan zamanıdır. Üzərinə gəlirik, bərabər edirik 22 dəqiqə. Sadəcə olaraq, bax, buranı qurmaq lazım idi, bu ifadəni qurmaq lazım idi. Hər tərəfini bunun 200-ə vurarıq. Nəyə görə? 40 ilə 50-dən azad olaq. Hər tərəfini 200-ə vuranda, 200-ü 40-a böləndə 5, 500 sürətə vuranda 5x üstə gələk. 250-yə böldük 4, sürətə vurduq 4000, çıxılsın 4x bərabərdir. 222-yə vuranda, 222-yə vuranda 44, sonunda da 2 dənə 0. Buradan da x bərabərdir 400 metr. Bu səbuhinin tək çəkdiyi hissə 400 metrdir. İkisinin birlikdə arabanı apardığı hissə isə 600 metrdir. Məndən anar arabanı neçə dəqiqə itələmişdir? Anarın arabanı itələdiyi məsafə 600 metrdir. 600 metrdə və 50 sürətindən ikisi bir yerdə dediyinə görə 600-ü böləcəksən 50-yə. Sıfırlar gedir, bərabər 12 dəqiqə. Doğru cavabdır. Həllindən sonra deyirsiniz ki, müəllim asan imiş.
Sadəcə dönə-dönə baxmaq lazımdır. Növbəti bu sual, yəqin ki bu sualların hər birini siz ilk dəfə işləyirsiniz. Bu sualı da ilk dəfə siz rastlaşırsınız. 3 kuboidin birinci şəkildə öndən, ikinci şəkildə isə üstdən görünüşü verilmişdir. Bunu yəqin ki qarışıq fiqur kimi toplayıb eləməyəcəksiniz. Yəni düz bucaqlı kimi və ya qarışıq fiqur kimi yox. Bu bir fəza fiqurlarıdır. Kuboid. Kuboid dediyimizdə düz bucaqlı parlabetdir. Yəni öndən baxış verilir, bir də üstdən baxış verilir. Üstdən baxış dediyimiz nədir? İndi biz bunları xəyal olaraq bu fiquru çəkməyə çalışacağıq. Bu o deməkdir ki, üstdən bax bu baxış, bax bu deməkdir. Baxın. Bu fiqurdur. Və bunun öndən baxışı onda bax bura 2-dir, bura 1-dir, burada 1-dir. Bu 2 1 1. Bu 4 metr onda bura olur. Başa düşdünüz? Yəni fiqurları 3D formatında təsvir eləməyi bacarmaq lazımdır. Sonra növbəti bax bunu çəkirik. Şəkil çəkəndən sonra tam başa düşəcəksiniz ki, söhbət nədən gedir. Bu fiqur, bir də bu fiqur. Yəni elə bir 3 dənə kuboiddir. Bax buradan da uzantıları beləsinə çəkərik. Bu 3 dənə kuboidi biz bir-birinə bitişdirmişik. Və bitişdirəndə öndən baxış budur, üstdən də baxış budur. Hansı ki bu hissə bu hissəni göstərir, bu hissəni göstərir, bu hissə isə bu arxada qalan hissəni göstərir. Bunları analiz elədik. İndi müəllimlər biz nə edəcəyik? 3 cismin ümumi həcmini hesablayacağıq. Əvvəlcə gəlin, bax bu cismin həcmini hesablayaq, bu cismin həcmini. Bunu mən sizə qoy fərqli rənglə burada tam sizə bunu fərqli rənglərlə yazıram ki, görəsiniz. Bax, bu fiqurdan söhbət gedir. Doldurduğumda bunun içərisini. Elə bil biz birinci bu fiquru, gör necə rahat. Biz bu fiqurun həcmini əvvəlcə hesablayacağıq. Bu fiqurun da həcmi 3 ölçünün hasilidir. Bura 2-dirsə, bura 2-dir, bura 4-dür, bura da 2-dir. Yəni 2, 2, 4. Həcm onda olacaq. 2 vurulsun, 2 vurulsun, 4. 2 dəfə 2, 4. 4 dəfə də 4, 16. Bu fiqurun həcmi 16-dır. Keçək indi bu ortadakı biraz nazik dilim deyək də belə bir fiqurdur. Gəlin bunu fərqli rənglə çəkim sizə göstərək ki, söhbət əslində nədən gedir. Söhbət əslində, baxın. İndi qırağa çıxmalar ola bilər. Bu indi alt hissəsində var. İndi bu fiqura baxaq. Bu fiqurda diqqət edəcəyimiz məqam nədir? Bunun buradan bura qədər olan hissəsi 1-dir. Bax, buradan elə bil, bunun bu kənar xətlərini çəkirəm də sizə. Aşağısı da var da, təbii ki. Bura 1-dirsə, buradan bura qədər 2-dirsə, bura 1-dirsə, onda buradan bura qədər 3-dür. Bunu kənarda çəkək. Elə bil, baba müəllimlər, bu fiqurdan söhbət gedir, bax. Bildizdə təxmini cızma qarı elədik ki, bu fiqurdan söhbət gedir. Bir kitab kimi deyək də, bir dilim, belə bir dilim. İndi bunun hündürlüyü 3-dür. 3-ü hardan aldıq? 2 bura qədər idi. 1 metrdə burada əlavəsi var. 2 ilə 1, 3. Hündürlüyü 3 oldu. Bura 1 oldu. 4 hamısında eynidir. Görürsünüz, uzunluğu baxsaq 4 hamısında burada 4-dür, burada 4-dür, burada 4-dür, burada 4-dür, burada 4-dür. Onda 1 vurulsun, 3 vurulsun, 4. Elədi 12. Əl. Burada bir problem yoxdur. Keçirik ən hissəyə. Ən kiçik hissə, nazik bir dilim var burada. Bu arxa hissəsi burada görsənmir. Bunu biz burada sizə göstərim, hansı söhbət gedir, hansı fiqurdan söhbət gedir. Və bundan söhbət gedir, bu fiqurdan söhbət gedir. Və burada. Bu hissə 1-dir, bu hissə 1-dir, burada 4-dür. Elə bil nazik uzun bir dilim var da. Aha, bunun həcmi də nəyə bərabərdir? 3 ölçünün hasilinə 1 vurulsun. 1 vurulsun 4. Bu da elədir 4. Yəni bunu da fərqli rənglə cızma qarı eləməyə çalışsaq, tünc sarı ilə, bu da buradır. Yəni indi uzaq arxa tərəfdə qalır. Elə bil fiqur 3D formatında. Görün burada sizin üçün sənət əsəri çəkdik. Və indi bunların bizdən cəmini soruşur müəllimlər. 16 üstəgəl, 12 üstəgəl 4. Yəni hamısı fiqur, cisim bu 3 fiqur birləşdirib bir cisim əmələ gətirir. Üstəgəl 4, bu elədir 20, 32. Doğru cavab C. Bu sual sizin fəza fiqurla bağlı işrəf işləyirsiniz, düşünmənizi inkişaf elətdirir. Fəza fiqurları proqramda var, bəli var.
həcmi düşür, sahəsi düşür, bəli. Əsas kuboid və kubla bağlı. İmtahanda 2024-də düşən kəsib çıxarma idi. Bəli, kəsib çıxarma idi. O sualı adi vaxtda bəlkə də işləməzdiniz ki, belə sual və s. Ona görə hər bir şeydə proqram daxilində diqqətli olun. Bu qədər müəllimlər. Növbəti bu tipli sualların izahında görüşərik. Kanala abunə olun. Videonun da rəy bölməsində öz fikirlərinizi yazarsınız. Sağ olun müəllimlər, hələlik.